Əziz dostlarım, mən Qarabağ savaş qutaranda bölgəmiz üçün növbəti savaş İran üzərində olacağını dediyimizi hər kəsin gözəl yadındadır. Bu qədər açıq şeyləri görüb danışa bilən adamıza qulaq asmamaq, gündə efirdə boş-boş danışan insanlara qulaq asmağı sevirsinizsə, sevin, qulaq asın. Mənim daha sizə heç bir sözü, heç bir izahatı yoxdur. Zaman zaten 3. Dünya Savaşa doğru gedir. Baxmayaraq ki, bunlar bir-iki gün sakitləşməz. Yenə də bu savaş yanan deyil. İran, İsrail, dünya savaş, hamısı qarışanda dünyada savaş olmaq nə olacağını çox gözəl bilirsiniz. Hər gün bunu deyirdim. Sanki bunu mən edirəm kimi, niyə siz Allahın işinə qarışırsınız deyirsiniz. Yaxşı, mən indi Allahın işinə də qarışmıram. Nə edəcəyimi də özüm gözəl bilirəm. Öz əzizlərimiz üçün dünya çok bir şeyler doğru gelir. Allah korusun, herkesi, her şeyi dediklerim baş verir. 3. Dünya Savaşı gelir.